Et çəkən maşının hissələri hansılardır? Elektrik et çeken maşının hissələri mühərriki olan gövdə, ət qəbul edici, ət qəbul edici üzərində nov, bıçaq, şinekli val, metal tor, bir də bərkidici qapaq. Bəli, gövdə necədir? Gövdə necə idi? Gövdə elektrikli gövdə. Bəli, mühərriki olan gövdə. Doğrudur. Gövdə. Yaxşı. Hansı qəhvə üyüdənlə üyüdülən qəhvə daha dadlı olur? Mexaniki qəhvə üyüdəndən üyüdülən qəhvə daha dadlı. Niyə? Çünki orada istilin təsirinə məruz qalmadığına görə yavaş-yavaş vallar arasında fırlanır. O da ona görə də öz ətrini və dadını saxlayır. Bəli, istinin təsirinə az məruz qaldığına görə bəli daha dadlı olur. Doğrudur. Hal-hazırda satışda olan qəhvə üyüdənlər nəyə görə bir-birindən fərqlənir? Gücünə və növünə görə. Gücünə, iş prinsipinə və tutumuna görə bir-birindən fərqlənir. Bıçaqlı qəhvə üyüdən hansı formada olur? Bıçaqlı qəhvə üyüdən elektrik formada. Silindir formada. Doğrudur. Elektrikli növünə silindir formada. Doğrudur. Silindir şəkilli olur. Doğrudur. Elektrikli qəhvə üyüdənin hansı növü gücü daha çoxdur? Dəyirmandaşlı. Dəyirmandaşlı qəhvə üyüdənin gücü daha çoxdur. Bəs hansı qəhvə üyüdəndir ki, şunun üçün xüsusi bölmə ilə tədris olunub? Bıçaqlı qəhvə üyüdən. Doğrudur. Doğrudur. Qida məhsullarına nələrə aiddir? Qida məhsullarına Bəli. yağlar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr. Doğrudur. Desəm ki, orqanizmin əsas enerji mənbəyidir. Zülallar. Enerji mənbəyi. Enerji mənbəyi yağlar. Ay, sağ olun. Bəs orqanizmin enerji xərcləridir desəm? Enerji xərcləri karbohidratlar. Ay, sağ olun. Yaxşı, karbohidratların çatışmamazlığı nəticəsində nə baş verər? Karbohidratların çatışmamazlığı nəticəsində demək tez-tez aclıq, orqanizmin zəifliyi, halsızlıq, baş gicəllənmələr baş verə bilər. Doğrudur, doğrudur. Deməli, heyvan mənşəli yağlar hansılardır? Heyvan mənşəli yağlar, balıq yağı, heyvanın iç yağı, sonra balıq yağı, heyvanın iç yağı və s. Bir də kərə yağı. Yadınızda Kərə qalsın. yağı. Karbohidratlarla ən zəngin olan qida məhsulu hansılardır? Karbohidratlarla ən zəngin dənli bitkilər. Ay, sağ olun. İkinci yerdə desəm hansıdır? İkinci yerdə isə dənli bitkilər, ikinci yerdə də vitaminlər. Tərəvəzlər. Yadınızda qalsın mənim. Tərəvəzlər. Bunlar tərəvəzlər. Yaxşı. Karbohidratlardan daha çox istifadə etsə nə baş verər? Karbohidratlardan daha çox istifadə etsək, bu insan orqanizmində piylənməyə gətirib Ay, çıxarda sağ olun. bilər. Ay, sağ olun. Deməli, hansı karbohidratlardır ki, bağırsaqda həzm olunmur, enerji mənbəyi deyil? Tərəvəz və meyvələrin tərkibində Ay, olan sağ olun. karbohidrat. Ay, sağ olun. Bunu sınavda da salmışdım. Görürsüz, yaxşı qalıb yadınızda. Doğrudur mənim. Hansı vitaminlərdir ki, günəşin şüaları altında parçalanır? Günəşin şüaları altında Parçalanır. A vitamini, Bir C də vitamini, E vitamini. bir də B vitamini. A və E vitamini doğru demişdiniz. Amma C vitamini hava və günəşin işığından parçalanır. Şüalarından yox. Hava və günəşin
A və onlar biz çaşdırırdım. Ay müəllimə, A və B vitamini günəş şüaları A təsirindən və E zəiflədir. vitamini, müəllimə. A və E vitamini günəş A və B vitamini günəş günəş şüalarını şüalarını parça amma D vitamini yəni günəşin işığı təsirindən parçalanır. bəli, hava və günəşin işığının təsirindən parçalanır. Bəs desəm ki, hansı vitamindir ki, günəş şüalarının təsirindən yaranır? D vitamini. Ay, D sağ olun. vitamini. D vitamini. Bu da sümüklərin möhkəmlənməsinə səbəb olur. Doğrudur, doğrudur. Yaxşı. PP vitamini hansı ərzaqlarda daha yaxşı qalır? PP vitamini dondurulmuş ərzaqlarda daha yaxşı qalır. Doğrudur. Bəs istemal zamanı onun neçə faizi itir? 15-30% itir. Doğrudur müəlliməm. Yaxşı. Hansı vitaminin çatışmazlığı nəticəsində görmə qabiliyyəti zəifləyər, dəri qabıq verməyə başlayar? A vitaminindən. A Doğru, vitaminindən Doğrudur. çatışmazlığı. A vitamini ümumiyyətlə hansı ərzaqların tərkibində olur? A vitamini bibərin, yaşıl bibər, yumurta, yağ, yer kökü, çuğundur, ondan sonra və başqa tərəvəzlərdən də soğanın. Yadınızda qalsın, narıncı və qırmızı reyli olan deməli meyvələrin tərkibində olur. Bir də yer kökü və çay tikanının tərkibində olur. Həmçinin bibərin, şirin bibər. Şirin bibər tərkibində olur. Yaxşı. Ən çox bitki mənşəli yağlarda olan vitamin hansı idi? Bitki mənşəli yağlarda olan vitamin ən çox Bəli. A vitamini. Y vitamini. Doğrudur. E vitamini. Doğrudur müəlliməm. Zülallar neçə cür olur? Zülallar iki cür. Bitki mənşəli, bir də heyvan mənşəli. Bitki mənşəli zülallar hansı ərzaqların tərkibində olur? Bitki mənşəli zülallar qozun, fındığın, göbələyin, şabalıdın, ondan sonra bir də paxlalı bitkilərin Ay sağ tərkibində olur. Ay sağ olun, doğrudur. Yaxşı. Bəs heyvan mənşəli